Salam hörmətli izləyicilərim. Bugün belə bir naxış istəyirəm göstərim. Kəpənəkli. Bunun üçün də ilməkləri buradan tək buradan 5 ilmək, arada da 3 ilmək. 8 ilməkdən ibarət bir naxışdır. Kənarlara da ki yenə 4 ilmək. Elə bil mən burada indi 2 naxış istəyirəm göstərim. Bunun üçün də 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20 ilmək yığacağım milmin üstünə. Bundan da nə istəsəz toxuya bilərsiniz. Jiletə, jaketə, ətək hissəsinə qoysanız daha yaxşı olar. Papağa, nəyə ürəyiniz istəsə ona toxuya bilərsiniz. İndi mən belə bir sapımı götürürəm. 20 ilmək yığacağım milimin üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığdığım milimə. Buradan düğün atıram, açılmasın. Artıq sapıda kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. Tərs toxuyacağım bütün ilməkləri. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Bura düz üzüdür. İndi tərs üzdən də bir sıra tərs toxuyacağım. Burada birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən, bura düz üstü bir sıra düz toxuyuram. Birinci ilməyi götürdüm, qalan ilməkləri hamısını düz toxuyuram. Axırıncı kənar ilməyi də yenə tərs toxudum. Tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram.
Belə ilməklər hamısı düzdür. İndi burada naxış 2 ilməkdən olduğuna, 2 rəngdən olduğuna görə bura ikinci sapı da götürürəm. Bunu bağlayıram bura. Sapa bağlayıram. İndi burada birinci ilməyi götürürəm. Tərs götürürəm. Bu ilməkləri 3 ilməni toxudum. Bu 3 ilməkdən sonra bu sapı ilmənin qabağın, bu milin qabağından keçirdirəm qabağa. Burada 5 ilmək toxuyuram düz. 1, 2, 3, 4, 5 ilmək. Bu 5 ilməkdən sonra bu sapı keçirdirəm yenə o birisi tərəfə. Arada 3 ilmək toxuyuram. 1, 2, 3 ilmək. Yenə bu sapı keçirdirəm bu tərəfə. 5 ilmək toxuyuram. 2, 3, 4, 5. Bu 5 ilməkdən sonra bunu yenə keçirdirəm bu tərəfə. Bu ilməkləri də düz toxuyuram. İndi arxa tərəfdən bu 3 ilməyi toxuyuram. 2, 3 ilməyi toxuyuram. Yenə bu sapı keçirdirəm o birisi tərəfə. Burada bu ilməkləri 5 ilmək var idi. 5'ini də tərs toxuyuram. 4, 5 ilmək. İndi bunu yenə keçirdirəm bu tərəfə. Özümə tərəf. Bu aradakı 3 ilməyi toxuyuram. 2, 3 ilməyi toxudum. Bunu yenə keçirdim o tərəfə. Bu aradakı 5 ilməyi 2, 3, 4, 5 ilməyi yenə toxudum. Bu sapı yenə keçirdirəm bu tərəfə. Bu kənardakı ilməkləri formada. İndi yenə kənarı götürdüm. Bunları düz toxuyuram. Sapı yenə keçirdirəm özümə tərəf. Yenə burada 5 ilməyi düz toxuyuram. 1, 2, 3, 4, 5 ilməyi düz toxudum. Bu sapı yenə keçirdirəm milin o tərəfinə, tərs tərəfə. Arada bu 3 ilməyi düz toxuyuram. 2, 3 ilmək. Sapı yenə keçirdim bu tərəfə. 5 ilməyi düz toxuyuram. 1, 2, 3, 4, 5 ilmək. Yenə bu sapı keçirdim arxa tərəfə. Bu kənardakı 3 ilməyi də toxudum. İndi arxa tərəfdən yenə bu 3 ilməyi kənardakiləri toxuyuram. 2, 3'ü. Bu sapı yenə keçirdirəm o birisi tərəfə. Sonra bu aradakı 5 ilməyi yenə tərs toxuyuram. Arxa tərəfdən bütün ilməklər tərs olur. 3, 4, 5. Yenə sapı keçirdim bu tərəfə. Bu arada 3 tərs. 2, 3 tərs. Sapı yenə də milin qabağından keçirdirəm düz tərəfə.
Yenə buradakı 5 ilməyi toxuyuram. Sapı keçirdim yenə bu tərəfə. Formada. İndi düz üzdən. İndi ağ sapı götürürəm. Bir, iki, bu üç. Bu ortadaki bu toxumadığımız sapların 5 dənə ilmək var idi. Bunun ikisini toxuyuram. Bir, iki. İkisini toxudum. Sonra bu mili altdan keçirdirəm. Buradan. Bu ortadaki ilməni çıxardıb, bunların altından çıxardıram. Keçirdirəm bura. Sonra bunu bu sapla bir ilməni toxuyuram. Formada. Sonra yenə də bu ağ ilməkləri toxuyuram. Ortadakı üçünü də toxuyuram. Sonra yenə bu buradakı 5 ilməyin ikisini toxuyuram. 1, 2. Yenə bu altdan keçirdirəm, bu boş ilməklərin altından. Bu ortadakı bu ilməyi çıxardıb, bunların altından keçirdib, təzədən milə keçirdirəm. Sonra bunu bu sapla bir ilməni toxuyuram. Yenə kənardakiləri hamısını ağ sapla toxuyuram. Formada. Arxa tərəfdən indi hamısını ağ toxuyuram. Formada belə bir kəpənəklər alınır. İndi bunu bir sırada düz üzdən düz toxuyuruq ağ sapla, bir sırada arxa üzdən toxuyub təzədən həmin naxışı davam edirik. Bu sapı arxada saxlamışam. Bunu istəsəz saxlaya da bilərsiniz, istəsəz kəsib təzədən başlaya bilərsiniz. Bu formada belə bir naxış alınır. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.